Müalicə işi var yoldaşlar, klinikada müalicə işi var. Deməli, mən sizə bundan bəhs edim və təkcə klinikada deyil, başqa yerdə də var mühafizəsi işləri. Deməli, bu Respublika Diaqnostika Mərkəzindədir yoldaşlar, nəzarətçi işidir. Əgər bu sahədə təcrübəniz varsa, müraciət etməyi düşünə bilərsiniz və video müşahidə və giriş nəzarət sistemləri ilə işləmə bacarığınız varsa. Belə bir işdir. Bundan əlavə, mühafizəçi işi Buta Construction-da da var. 500-600 manatlıq. Burada, məsəl üçün, 60 yaşa qədər götürə bilir. Heç olmasa iş təcrübəniz olmalıdır bu sahədə. 1 illik. Bu da belə bir variantdır. Bu Xəzər rayonundadır yoldaşlar. Xəzər rayonunda olmalıdır bu. Bundan əlavə komendant işi də var yoldaşlar. Bu da 35-50 yaşlı uşaqlar üçündür. Bu oteldə olmalıdır yoldaşlar. Oteldə olmalıdır. Bu hansı oteldə? Özdə İzmir Rezidensi'də olmalıdır yoldaşlar. Bu 6 günlük bir işdir. Səhər saat 9-dan 6-ya kimi kişilər üçündür. Məsuliyyətli və çevik olmalısınız. Bu və digər işlərlə də tanış olmaq istəyirsinizsə, yəni mühafizəçi işlər sadəcə bunlardan ibarət deyil, digərlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bunlara müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada Toğrul Əcəb adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.